Hər vaxtınız xeyir olsun, hörmətli izləyicilər. Biləcəridə Avtovağzal metrosundan 5-6 dəqiqəlik məsafədə Daşkənd proyektli 5 mərtəbəli binanın 3-cü mərtəbəsində 5 otaqlı təmirə ehtiyac olan bir bina evimiz, mənzilimiz satışa çıxıb. Hörmətli izləyicilər, Allah olmayanlara gözəl evlər qismət eləsin. Sona qədər izləyin ki, ev haqqında sizə məlumatlarımı verim. Evin qiymətində videonun son dəqiqələrində sizə təqdim edəcəm. Hörmətli izləyicilər, nəzərinizə çatdırıram bu ev hal-hazırda, yəni satışa çıxıb. Demək, evin təmirə ehtiyacı var. Amma nəzərinizə çatdırım, evin yeri gözəl, sakit bir məhəllədir. İstilik sistemləri mərkəzləşdirilmişdir. Bunu nəzərinizə çatdırım. Bina daş binadır. Bunu da nəzərinizə çatdırdım, hörmətli izləyicilər. Bax, bura gördüyünüz kimi bir yataq otağıdır. Evin kosmetikaya, yəni təmirə ehtiyacı var. Bunu nəzərinizə çatdırım. Ev 5 otaqlı bir evdir, mənzildir. Solda bir, yenə də geniş bir 20 kvadratlıq bir yataq otağıdır. Demək, buradan bir də bir ayrıca bir uşaq otağı var. Buradan da buranı sizə nəzərinizə çatdırıram. Gördüyünüz kimi də burada bir uşaq otağıdır. Hər otaqlardan da balkona çıxışdır. Buradan da elə çəkişəm. Ətraflı bir dənə baxın. Gördüyünüz kimi burada da balkon hissəsidir. Mətbəxə də belə girişi var. İndi mətbəxdən də ayrıca çəkəcəm. 2 dənə otaqdan balkonlara çıxışı var. Evin proyekti həqiqətən çox gözəldir. Daş binadır, mərkəzləşdirilmiş istilik sistemidir. Buradan keçirik. Yenə də burada bir yataq otağıdır. Gördüyünüz kimi yataq otağı da burada bir geniş otaqdır. Pəncərələr, öz ev sizin nəzərinizə çatdırın, hörmətli izləyicilər. Ez skvazin yoxdur. Yəni o tərəfdən bu tərəf evin havası dəyişmək mümkündür. Hələm belə evlər skvazin olmur. Demək, burada yenə gedirik dəhlizə sonda. Burada bir ayrıca belə bir balaca bir qladovkalıq bir otaq var. Gördüyünüz kimi burada artıq əşyalar zadı yığmaq üçün belə bir balaca bir otaqdır. Bura əslində qladovka yeridir. Burada qonaq otağı zalıdır. Gördüyünüz kimi geniş bir zalı var. Buranın da haradasa 30'a yaxın qonaq otağıdır. Burada yenə ayrıca hörmətli izləyicilər artıq əşyaları yığmaq üçün burada belə bir şkaf qoyulub balon zat yığmaq üçün. Gördüyünüz kimi hər şey qaydasında. Evin yenə qeyd edirəm, təmirə ehtiyacı var ki, ev qupçalıdır. Kim alıb öz istədiyi kimi buranı təmir edə bilər. Bura sanuzeldir. Avtovağzal metrosundan 5-6 dəqiqəlik məsafədədir. İpotekada yararlıdır. Gördüyünüz kimi də Daşkənd binasıdır deyə, hörmətli izləyicilər. Burada hamam hissəsidir. Buradan da mətbəxə keçirik. Gördüyünüz kimi mətbəx hissəsi də haradasa təxmini bir 10 kvadrat olar. Burada yenə qeyd elədim bəyaqları. Balkonların çıxışıdır, yəni mətbəxdən də, 2 otaqdan da bəyaqlar qeyd eləmişdim. Hamınızı nəzərinizə çatdırdım. Hörmətli izləyicilər, kimlərsə evini satmaq istəyirsə 055 389 3808 nömrəsi ilə əlaqə saxlayın. Evlərin satılmana köməkliyi göstərə bilərik. YouTube'da, Instagram'da, TikTok'da Seçal Əmlak səhifəsi ilə evlərimizi orada izləyə bilərsiniz. YouTube'da amma evlərimiz daha çoxdur. Orada kanala daxil olun, videolar bölməsində daxil olursunuz. Orada evlərin hamısını kodlaşdırmışıq. Zəng vuran zamanda kodları götürmək yaddan çıxmasın. Bildirim işarəsində aktiv eləməyi unutmayın. Qaldı ki, bu evin qiymətinə, yəni yeri yaxşı yerdir, sakit məhəllədir. Avtovağzal metrosundan 5-6 dəqiqə məsafədə qiyməti 160.000 start qiymətdir. Real alıcı olsa endirim olmağına birbaşa sahibi ilə göstərsəksiniz, son sözü də ev sahibi deyəcək, hörmətli izləyicilər. Kimlərsə evin belə evlər istəyirsə, alsın özü təmirləsin, öz əlindən çıxarsın, öz ideal vəziyyətdə gözəl təmirə elətdirə bilər. Yəni evin qiyməti 5 otaqlı 160.000 start qiymətdir. Sona qədər izlədiyiniz üçün də təşəkkür edirik. Allah ev olmayanlara gözəl evlər qismət eləsin. Allah alana da xeyir versin, Allah satana da. Amin.